Hamı əvvəl-axır öləcək də. Xəbər verdiyimiz kimi Bakı-Sumqayıt yolunda baş verən ağır yol nəqliyyat hadisəsi 17 yaşlı Zəhrə Mehdizadənin həyatına son qoyub. Yol kənarında nasaz vəziyyətdə dayanmış avtomobillə toqquşan yeniyetmə aldığı ağır xəsarətlər səbəbindən vəfat edib. Hadisə ictimaiyyətdə geniş rezonans doğurarkən qəzanın səbəbləri və yaralının tibbi yardımla təmin olunması ilə bağlı suallar da gündəmə gəlib. Mərhumun atası hüquqşünas Fərhad Mehdiyev jurnalistlərə açıqlamasında qızının qəzadan sonra Abşeron rayon mərkəzi xəstəxanasına çatdırıldığını bildirib. Onun sözlərinə görə xəstəxanada kompüter tomoqrafiyası müayinəsi ilə bağlı yaranan vəziyyət müalicə prosesini çətinləşdirib. Xəstəxanaya çatdırılıb, xəstəxanaya çatdırıldı. Yəni mən təəssüf bildirim ki, onu transport etmək mümkün deyildi. Bir məsələni daha qeyd etmək istəyirəm ki, Abşeron rayon mərkəzi xəstəxanasında məsələn KT aləti yoxdur. KT aləti yoxdur. Biz amma onu tərpədə bilmədiyimiz üçün başqa bir xəstəxanaya köçürə bilmədik. Neyrocərrahiyyə və yaxud məsələn Bakı Sağlamlıq Mərkəzinə köçürməyimiz onu alınmadı. Atanın səsləndirdiyi fikirlərdən sonra məsələnin digər tərəfində öyrənmək üçün təbibə sorğu ünvanladıq. Sorğumuza cavab olaraq bildirilib ki, Zəhrə Mehdizadə ağır vəziyyətdə Abşeron rayon mərkəzi xəstəxanasına çatdırılıb və ona dərhal zəruri tibbi yardım göstərilib. Qurumun məlumatına görə vəziyyəti kritik olduğundan KT müayinəsi həyata keçirilə bilməyib. Təbibdən həmçinin qeyd olunub ki, əsas prioritet bütün tibbi müəssisələrini radioloji avadanlıqlarla təchiz etmək deyil, pasientlərin radioloji xidmətlərə əl çatanlığının təmin olunmasıdır.